Salam, mən Stimel Tədris Mərkəzinin İngilis dili müəllimi İbrahimova Şəbnəm. Bu gün sizlərlə oktyabrın 12-sində baş tutan sınağımızın ingilis dili sualların izahlarına baxacağıq. Səsin əvvəlində biz listening mətnini dinlədik. İndi isə birbaşa suallara baxırıq. Bildiyimiz kimi ilk 5 sual listeningin suallarıdır. Birinci sualımız belədir ki, when did the patient last have the physical exam? Xəstə nə vaxt fiziki yoxlanışda olub? Yəni ən son daha doğrusu nə vaxt yoxlanışda olub? Mətnin əvvəllərində deyilirdi ki, 2 il əvvəl xəstə belə cavab vermişdi. Ona görə ilk sualımızın cavabı C variantıdır. İkinci sualda mətndən aydındır ki, xəstənin necə olduğunu həkim soruşur və xəstə orada no complaint, yəni heç bir şikayətim yoxdur, yaxşı hiss eləyirəm deyir, hər şey yaxşıdır kimi. Ona görə ikinci sualın cavabı da C variantıdır. Növbəti suallarla davam edirik. Üçüncü sualda da hansı suala cavab var mətndə, o haqdadır. Düzgün cavab D-dədir. D variantıdır daha doğrusu. Why does the patient need to go out more? Nə üçün çölə çox çıxmalıdır? Çünki orada nəfəsini normallaşdırmaqdan danışırdı. Dördüncü sualda mətnə dialoq uyğun düzgün cümlə. Cümlədə səsdə pretty balanced diet deyir, yəni düzgün, yaxşı balanslaşdırılmış, nizamlanmış pəhriz. Burada isə well sözü işlədilib, eyni mənadır. Ona görə C variantı düzgündür. Cümlənin əvvəlində də deyilir ki, a patient doesn't seem overweight because he keeps a well-balanced diet. Yəni, düzgün balanslaşdırılmış pəhrizdə olduğu üçün, qidaları qəbul elədiyi üçün yüksək çəkili görünmür xəstə. Düzgün cavab C variantı. Əvvəlcədən cavabları yazdım ki, vaxt çox getməsin. 5-də düzgün cümləni istəyir. The patient did not have any physical exam last year. Yəni, keçən il fiziki yoxlanışda olmayıb. Çünki ilk cümlədə biz demişdik ki, ilk sualda 2 il əvvəl olub. Həqiqətən də 2 il əvvəl olub. O deməkdir ki, keçən il yoxlanılmayıb. Düzgün cavab D variantı. Gəldik birinci mətnimizin suallarına. Əvvəlcə true false-a baxırıq. 6.1-də a piece of Wanderen's brain was taken out during the operation. Əməliyyat zamanı Wanderenin beyninin bir hissəsi götürülüb. Bəli, buralarda bir yerdə olmalı idi ki, kivi ölçüsündə hətta. Baxın burada. Bu hissədə kivi ölçüsü boyda beynindən bir hissə götürülüb. Ona görə 6.1-i biz götürürük true. Bir dəqiqə. True. Növbəti suallara baxırıq. Mən bunları silməliyəm ki, çünki aşağıdakı sualların üstünə düşməsin deyə davam edirik. 6.2-də Wander'ın soyuq şaxtalı sudan, daha doğrusu şaxtalı çaydan xilas edilib. Bu false olacaq. Çünki əslində xilas edilməmişdi. Yəni, özü çıxmışdı deyə kimsə onu xilas etməmişdi. Was saved məhsul növd olduğu üçün. Yəni, sanki kimsə onu xilas etmiş kimi yazılıb, amma xeyr, özü çıxmışdı. She managed to get out of the river. Özü çıxa bildi, yəni özü çıxmağı bacardı. 6.3-də Wanderenin xəstəliyi, illness, prevented her from staying positive. Onun pozitiv qalmağının qarşısını aldı. Yəni, mane oldu ki, o pozitiv qalsın. Bu da səhvdir. Bunu da işarələyək.
Deməli 6.2 oldu false. 6.1 true idi. 6.3 də false'dur. Çünki o nə qədər xəstə və s. olsa da, baxın burada remained pozitiv hissəsi var. Bütün bunlara baxmayaraq o pozitiv qala bilmişdi. 6.4-də deyir ki, Wonder'ınla birlikdə 2 qadın finişə çatmışdı. 2 qadın. Bu da səhvdir. Çünki sonlarda 8 nəfər var idi. Bir dəqiqə. Yəni 8 yarışçıdan biri idi. 2 nəfər deyildi. Beləliklə 6.4-də false oldu. Davam edirik 7-ci sualına. 7-ci sualda deyir, Wonder'ından əvvəl heç bir qadın 700 kilometr yarışı bitirə bilməmişdi. Çünki burada düzgün cavab D variantı olacaq. Ki, əlverişsiz hava şəraitləri buna icazə vermirdi. Mətndə buna baxsaq, birinci hissədə qeyd olunub. Bu yarış dünyadakı ən çətin yarış idi. Çünki 30 dərəcədən aşağı hava temperaturu var idi və yalnız gün ərzində 7 saat gün işığı olurdu. Yəni hava şəraiti çox çətin idi, çox şaxtalı idi. Ona görə də dünyanın ən çətin yarışı hesab olunurdu. 7-ci sual D variantı. 8-ə baxırıq. Deməli, bu suala düzgün cavab. What helped Von Deren to win the race? Von Deren'a yarışı qazanmaqda nə kömək elədi? Burada düzgün cavab olacaq B variantı. Onun müalicəsinin, tibbi müalicəsinin gözlənilməz nəticəsi. Bu hissədə qeyd olunub. The operation was successful and the strange side effects she could run without stopping for hours. Deməli, əməliyyatın qəribə bir yan təsiri var idi. O, saatlarla dayanmadan qaça bilirdi və bu qaçmaq nəticəsində də yarışda qalib oldu. 9-cu sualdan davam edirik. 9-cu sualda supplies sözünün mənasını istəyir. Supplies təchizat deməkdir. Ona görə də burada D variantı düzgün cavab olacaq. The things that are needed by people. İnsanlar tərəfindən ehtiyac duyulan şeylər. 10-cu sual açıq tipli sualdır. Ona görə bir-bir baxırıq onlara. Deməli, hansılara cavab var, onu soruşur. Does not deyil. Yəni, cavab olanlar soruşur. Birinci sualda why was the race considered the most difficult one in the world? Deməli, nəyə görə bu yarış dünyada ən çətin yarış kimi götürülürdü? Çünki bayaq da qeyd elədik birinci sualda hava şəraitinə görə, yəni hava çox şaxtalı olduğu üçün çox çətin yarışlardan biri kimi götürülürdü. Hətta ən çətini, the most. Yəni birinci suala cavab var. İkinci sualda isə yarışda nə qədər adam yarışırdı, nə qədər insan qaçırdı.
E, Axırlarda qeyd olunmuşdu ki, Bonderin 8 yarışçıdan biri idi. Yəni 8 nəfər yarışırdı. How many sualına konkret cavab var. Bir 2'dir. Bir də 4 olacaq burada. Deməli, üçüncüdə onunla yarışan qadınlar kimlər idi? Onların adları çəkilmədiyi üçün bunu götürə bilmirik. Bir də su təchizatını kim təmin eləyirdi? O da yəni ad qeyd olunmamışdı deyə 5-i də götürə bilmirik, amma 4-ü götürə bilirik. Nə vaxt finiş xəttini keçdi? Mətndə burada hətta tarix də var. Deməli, fevralın 26-sı 2009-da. Əməliyyatından 12 il sonra Wandering Across the Line, yəni finish xəttini keçdi. Ay və il olaraq qeyd olunub. Ona görə 4-ü də götürə bilirik. Davam edirik ikinci mətndən. İkinci mətndə James Bond haqqında bir mətindir. 11.1-ə baxanda Truffaut'dan birinci sual görürük ki, James Bond started his first career as a writer. Yəni ilk karyerasına yazıcı kimi başlayıb deyir, amma əslində bu səhvdir. Çünki mətnin əvvəlində qeyd olunub ki, burada qeyd olunub ki, o jurnalist kimi started out as a journalist. Jurnalist kimi işinə başlayıb, yəni karyerasına jurnalist kimi başlayıb. Ona görə bu səhvdir. 1.11.2-də Bond filmlərinin bəziləri maliyyə cəhətdən uğursuz oldu. Bu da səhvdir. Çünki əksinə o filmlər, baxın burada qeyd olunub, 4 milyondan çox 4 milyondan çox ona gəlir gətirmişdi. Daha doğrusu milyarddan çox gəlir gətirmişdi. 11.3-də filmlər və kitab sayəsində məşhurluq, populyarlıq qazandı. Burada da qeyd olunub, bəli, düzdür bu. Çünki 4 filmdən və bir kitabdan populyarlıq qazanmışdı. 11.3 true. Sonra müharibədən sonra James Bond üçün öldürmək illegal idi. Aşağı verək. Bunları silək ki, aydın görək. Bu isə false'dur. Baxın, burada qeyd olunub ki, onun öldürməyə lisensiyası var idi. Yəni ona legal idi öldürmək. Ona görə də false. Orada illegal idi deyir ona görə. Baxırıq növbəti suallara. Üçüncü paragraf nə ilə başlaya bilər? Baxaq. Deməli 12-də olacaq E variantı. James Bond's post-war obligation goes through various phases. Deməli, onun müharibədən sonraki öhdəlikləri müxtəlif fazalardan, mərhələlərdən keçmişdi. Müharibədən sonraki isə 3-cü paragrafda qeyd olunub. M16 kimi gizli kəşfiyyat agentində daxil oldu və burada double O, yəni 2 qat
Double zero daha doğrusu 2 kat 0 agent lisensiyası aldı. Yəni bir neçə mərhələlərdən keçdi. Əvvəl mərhələləri qeyd edib, sonra onların nə olduğu haqqında məlumat verib. Davam edirik. 13-cü sualına. 13-cü sualda cümləni tamamlamaq lazımdır. Deməli, M16-ın rəhbəri James Bondu digər detektivlərdən üstün tutur. Çünki burada düzgün cavab C variantı olacaq. Vəzifələrini yerinə yetirdiyinə görə olmalıdır düzgün cavabımız. 13C. Thanks to the task he has accomplished. Bu hissədə qeyd olunub ən sonuncu cümlədə. Onun talantına, bacarığına hörmət edirdi və digər agentlərin edə bilmədiklərini ona, missiyalarını ona göndərirdi. Çünki onların edə bilmədiyini o bacarırdı. Davam edirik. Explode sözünün açılışını istəyir, mənasını istəyir. Burada düzgün cavab A variantıdır. Bir şeyi ucadan və şiddətlə partlatmaq. B-də dəbli olmaqdır. Deməli, invisible C-də insanlar üçün, ətrafdakı insanlar üçün görünməz olmaqdır. D variantında bir şeyin ölçüsünü azaltmaq, E variantında işıq saçmaq. Xeyr, amma partlatmaq olmalıydı. Burst and explode sinonimlərdir. Gəldik 15-ci açıq suala. 15-ci sualda düzgün cavab 1, 4, 5 olmalıdır. Bayaq qeyd elədiyimiz kimi, onun fərqləndirən o idi ki, o tapşırıqları yerinə yetirə bilirdi. 4-də, bir də 5-də indi onlara baxacaq. 4-də baxsaq, nə vaxt deyir, film tarixində üzə çıxdı? 1962-ci ildə, dəqiqə, 1960-da başladı. 62-də üzr istəyirəm, başladı. Yəni, nə vaxt başladığının tarixi var. Bir də 5-ci sualda da deyir, hansı Britaniya agentliyində, xidmətində hansı vəzifəyə yüksəldi? Double O agent, 00 agent vəzifəsinə yüksəldi. Yəni, onun da cavabı olduğu üçün 5-i də götürürük. Düzgün cavab 1, 4, 5 olacaq. Və gəldik son 5 qrammatika sualına. 16-cı sualda düzgün negativ cümləni, inkar cümləni tapmaq lazımdır. Deməli, biz dərs zamanı keçmişdik ki, inkar cümlələrində bəzi sözlər işlənə bilməz. Bunlardan biri also, to ola bilməz. Sonra iki inkar eyni cümlədə ola bilməz. Deməli, A, B və E avtomatik çıxır. C variantı ümumiyyətlə inkar cümlə deyil, qalır D variantı. Əgər feildə inkarlıq hissə varsa, either-dan bitməlidir. 17-də place-dir, yəni nöqtədən əvvəlki yer, məkan bildirən sözdürsə, where
relativ pronounsla birləşməlidir. Davam edirik. Bunları silim. 18-ci suala baxırıq. Make-up story-dir. Hekayə qurmaq. 18-in cavabı B variantı olacaq. Deməli, 4 ilə başlayır. One evening, Professor Brown went to laboratory. It was very late. One of the students was still working there. Bir gün Professor Brown laboratoriyasına getdi. Çox gec idi. Onun tələbələrindən biri isə hələ də orada işləyirdi. 1 ilə davam edirik. Sən burada nə edirsən bu qədər gec? Professor Brown soruşdu. Birbaşa tərcüməsini deyirəm ki, vaxt çox getməsin. 5 ilə davam edir. Mən işləyirəm. Cənab cavab verdi. 8. Bəs gündüzlər nə edirsən? Kimi cavab gəlir professordan. 7. I, I work of course. Təbii ki işləyirəm. Yenə tələbə cavab verdi. 6. Bəs səhər tezdən işləyirsən? 3. Yes, professor. Mən səhər tezdən də işləyirəm. Fəxrlə tələbə cavab verdi. Mən də öyle. Bəs düşünməyə nə vaxt? Mən nə vaxt düşünməyə vaxt tapırsan? O əsəblə cavab verdi. Deməli, 18-də B olacaq. Sonra 19-a gəlirik düzgün variantı tapmaq. Birinci baxırıq xəbərə. Xəbərimiz təkdədir. Tək olduğu üçün və tələbələr sayılan cəm olduğu üçün sam ola bilməz. Boz ola bilməz. Deməli, 4 ilə 6 olan variantlar çıxır. 4, yəni E və D. C də çıxır. Elə A da çıxır. Qalır 2, 5. Nadir olar. Bir də ayrı olar. O tələbələrdən heç biri o hərəkətlə razılaşmadı, qane olmadı və yaxud da hər biri razılaşdı, qane oldu kimi tərcüməsi olacaq. Davam edirik. Aha, bilim bir dəqiqə bunları. Deməli, düzgün sinonim cütlüyünü tapmaq lazımdır. Düzgün cavab 1 və 5-dir. Dull, interesting, bunlar darıxdırıcı və maraqlı, bunlar antonimdir. Intelligent, ignorant, cahil və zəkalı, intelligent, bunlar da antonimdir. Spoken writing-da deyilən və yazılan, hardasa antonim kimi götürmək olar. Ona görə bizə lazımdır sinonim cütlüyü, eyni məna olmalıdır. Ona görə düzgün cavab D variantıdır, 1-5. Və sonda da essay mövzuları gəlir. Onları da kim yazıbsa uyğun şəkildə qiymətləndirildi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.